Hazırki dövrümüzdə nə baş verir? Show biznesdəki gənclərin vəziyyəti çox pisdir. Media niyə bugünə düşdü? Azərbaycan show biznesində motivasiya yoxdur, rəqabət yoxdur. Bağ evim oldusa, artıq rahatlandım. Televiziyalarımızın hamısı oldu muğam gecəsi. Fiyatı da qoy getsin. Muğam ifaçıları cover ifaçılarıdır. Yenə Nuran aranjmanı elətdirir, rəziyə çəkdirir, klip çəkdirir. Muğam ifaçıları heç bir şey eləmir. Yeni muğamlarımız yazılmır, yaranmır. Minimum xərc, maksimum hörmət. Estrada ifaçıları heç vaxt bunu eləməz. Belə bir dünya yoxdur, belə bir anlayış yoxdur. Cəmil Aşımovanın bir enerjisi, işığı olmalı. Neçənci pilləni Heç bir qazanacağımızı. finala keçməyəcəyinə pillədən danışırsınız artıq. Bizim artistlər hələ bir ölkəmizdə tanına bilmirlər. Mən şəxsən Cəmilənin ifadəsindən SMS göndərmərəm, əlim quruyar. Elvin Elxan, xoş gəlmisən. Çox sağ olun Türkan xanım, minnətdaram. İndi sən mənə xanım Dəvətiniz üçün. deyəcəksən, amma bizim Daha etik. illərdir dostluğumuz var. Artıq mən jurnalistikaya başlayandan sizi tanımışam. 14-15 ilim olur artıq show jurnalistik. 18 falan da məndə olar. Mənim fəaliyyətimin bir 4 ildə siyasət olub. Onun üçün mən siyasətdən başladım, ili hesabladım. Sizi görməyə şadam, ona görə sizə müraciət etməyə daha çox sevirəm ki, belə daha yaxşı olsun. Ay Allah. Ayrı vaxtı sənlə danışırıq. Həqiqətən əzizsiz, xətriniz əzizdir. Dəvətiniz üçün də minnətdaram. Mən də ən çox bu verilişdə olmaq istəyirdim. Doğrudan. Bəli. Və yeganə İlk mənəm. İlk həmkar qonağımsan. Heç bir jurnalistlə oturub söhbət eləməmişəm, amma mən çox maraqlı bir söhbət gözləyirəm. Çünki bizim səndən sahəmiz eynidir. Bəli. Biz eyni gözlə baxa bilirik və bəzən çox eyni şeyləri görə bilirik. Bəli. Hazırki dövrümüzdə nə baş verir? Təbii Hazır ki, ki, biz show biznes sahəsinə aiddir. dövründən danışırıq. Show biznes çox bir depressiyadadır. Açıq deyim sizə. Bu ən high class sənətçidən tutmuş, ən Y class artistə qədər biz bunu hiss edirik. Siz yəqin ki, mən efirdən baxanda və yaxud da biz onların içindəyik, kənardan görəndə onların enerjisindən bunu hiss edirik. Çünki motivasiya yoxdur. Azərbaycan show biznesində motivasiya yoxdur, rəqabət yoxdur, qazanc azdır. Belə kəskin fikirdəsən. Kəskin yox, real. Motivasiya niyə yoxdur? Motivasiyanın birinci səbəbi puldur. Azərbaycan show biznesində işlər görmək üçün pul vacibdir. Bizim də pul qazanc yerimiz toydur. Ora gəlirdim. Orada da monopoliya var. Orada da təbii ki, monopoliya var toyda. Bu monopoliyanı çox adam deyirik, amma mən bunu heç vaxt belə dərindən təhlil Dərinli eləməmişəm. mən təhlil eləyim sizə. Bəzi artistlərimiz var ki, birinci level artistlər sayılır. Bu artistlərin çıxdığı restoranlarda ikinci level artistlərin çıxılmasına icazə verilmir. Xeyr. Hətta eviyyəsi istəsə belə. Eviyyəsi istəsə belə deyir ki, bizim şərtlərimiz budur. Belə bir məsələni sizə tam izah eləyim. Misal üçün, artist təşkilatçı ilə danışır. Yox, artist yox, üzr istəyirəm. Ev sahibi təşkilatçı ilə danışır. Hər şey okey, hər şey əla, behlər verilir. Öncə ödənişlər və s. və axır. Artistlər temasına gələndə isə deyir ki, xeyr, bizim siyahımızda bu cür artistlər olmalıdır. Digərlərinin olmasına icazə verilmir. Artıq ev sahibi də beh verilib, dekorun behi verilib, restoran behi verilib, hər şey verir və onların istəklərindən razılaşırlar. Birinci level artistlərin özləri belə həmən restoran sahibləri, administratorları, təşkilatçılardan birbaşa kontaktdadırlar. Onlar da deyir ki, misal üçün, mən olduğum yerdə o Y klass, C klass, B klass ola bilməz. Olsa ya mən, ya onlar. Bu düşmənçiliklərdə də, bu dostluqlarda da, bu artistlərin mübarizəsində də biruzə verir. Məsələn, mən artistəm, mən artist olaraq sizinlə böyük bir mübahisə yaşayıram. Siz də eyni restoranda toya gəlirsiniz, mən də eyni restoranda toya gəlirəm. Mənim o restoran sahibi ilə dostluğumun bir pillə artıq olması sənin o toya girişinə mane olur. Gənc artistlərin heç biri məsəl üçün, A klassların yanına düşə bilmir. Açıq deyək. Çünki təcrübəsiz sənətçi kimi sayılır. İstəyir, istəsin, ən möhtəşəm xiti buraxsın, ən gözəl mahnını buraxsın. Onların o siyahıya düşməsində çətinlik var. Təbii ki, burada, məsəl üçün, sizə izah eləyim, hansı
mərhələlərdən keçməlidir artist. Artist birinci dost çevrəsini yaxşı tutmalıdır. A klass, B klasslardan yaxşı davranmalıdır ki, o da o qrupaya daxil olsun, o dostluqlardan faydalansın və o siyahıya düşsün. Əgər mən tək artistəm, mən ancaq qlobaldan qazanacağam. Nə mənada? Qloballıq artistəm, deyirlər əksəriyyəti gənclər. İndi çox dəbdədir bu söz. Mən qlobal artistəm. Aya da dedim. Yaxşı elədin. Deyir qlobal artistəm. Baxın bu sözün mən bir dənə düşünüm. Bizdə qlobal artist var. MDB-də məşhurdur Roza Zərgərli. Bəli. Ən yaxşı qlobal halımız ola bilər ki, Türkiyə. O da qlobal sayılırsa. Yox. Yəni qloballıq bir artistimiz yoxdur. Açıq deyim sizə. Ancaq MDB Mərkəzi Asiya ölkələrində populyar olurlar bu artistlər ki, onlar da mənə görə wonderful qlobal artistlər sayılmır. Bizim artistlər hələ bir ölkəmizdə tanına bilmirlər. Vəziyyət o qədər gərgindir ki. Vay. Yəni ki, bunlar nə mahnılarını çıxara bilirlər, nə klip çəkdirə bilirlər, nə pul qazana bilirlər. Gənc artistlərin hamısı əvvəllər mahnı tutan kimi böyük bir qiymət qoyurlar. Ondan sonra düşüş dövrünü yaşayırlar, yenə də çıxırlar şou proqrama. Yəni bu şou proqrama çıxıb oxumaqları, başa düşürəm, pul qazanmaq lazımdır. Qazanc yeri əldə olunmalı, xüsusilə oğlan ifaçılar. Çünki bu mövzuya da gələcəyik. Bəli, bu mövzuya da gələcəyik. Monopoliyadan hara gəldim? Yəni monopoliya budur. Bir də burma məsələləri də var. Lor dildə desək, bir-birini hardansa vurur. Mən də bu sferadayam. Mənə də nəsə bir iş olanda mən həyatı boyu elə səhv eləmərəm ki, bir gəncin, bir artistin çörəyi ilə oynayım. Bu məşhur sözdür. Məncə bu sırf dostluq məsələsinə bağlıdır. Dostluqla bağlı. Ki ancaq istəyirlər ki, sözə tutan adamdan ona xeyir versinlər, işi keçdiyi adama xeyir versinlər ki, səhər ondan axı işi keçir. Mən 20 ilə yaxındır ki, ancaq bunu görürəm. Dostluqlar bakidi sayılırsınız. Və bəzən tərəziyə qoyulur ki, filan kəs daha peşəkardır, amma bu mənim dostumdur, gəl mənim dostum, elə sözüm keçir, mən ona elətdirəcəm, məsələn. Bu da olmamalıdır. Olmamalıdır. Mən məsəl üçün, mən Nuranla neçə il işləyirəm və mənim dostum da açıq deyim sizə. Amma mən Nuranı uyğun proyektlərə sala bilərəm. Dostuyam və eyni zamanda direktoruyam. Mən ona uyğun proyektlərə sala bilərəm. Halbuki mən başqa, siz demişkən, əl, dirsək falan filan, hər şey çatır ora. Amma ki, bilirəm ki, artistim oralıq deyil. Artistimin tərzi budur. Mən Nurana ingilis dilində mahnı oxutura bilmərəm və yaxud da rus dilində mahnı oxutura bilmərəm. Nuran rus dilini qətiyyən bilmir. İngilis dilində, rus dilində axı oxutdurmaram. Onun tərzi o deyil. Onun tərzi Azərbaycan dillidir, Azərbaycan musiqisidir, milli estradadır. Mən onu o yöndə istiqamətləndirə biləm. Bizim artistlər bunu bacarmır. Nuran amma çox düz yol seçdi. Nuran danışanda lap əvvəllər ki, mən belə eləyəcəm, mən partladacam, nə? Çoxsu gülürdü ki, danışır da. Hobbi baxır da bu işi deyirdilər. Amma yetər ki, bir işdə özünə inanasan. Nuran bunun canlı sübutudur. Ki bir yola çıxarkən özünə inamın, güvənin varsa, sənə heç nə mane ola bilməz. Məqsəd. Bəli, Nuran dediyi məqsədə inanırdı və çatdı ora. Hər şey onun inamından başladı. Qəflə onun istedadı üzə çıxdı, biz heç birimiz bilmirdik. Hamı onun öncə qərarından şoka düşmüşdü, sonra onun yaradıcılığının təsirinə düşdü. Sonra fikirlərindən. Bəli, sonra da ki, belə bir obraz yaratmaq olardı. Bu niyə bizim ağlımıza gəlməyib? Bu mahnını bu tərzdə ifa etmək olardı. Ona görə mən Nuranı alqışlayıram. Biz də alqışlayırıq. Ona bəli, bu yolda ancaq uğurlar arzu edirəm. Çox sevinirəm ki, o qığılcımlarda biz ondan o qədər söhbətlərimiz. Ruh xanımın əməyi böyükdür. Ruh xanımın ümumiyyətlə Təzəlikcə Qafqaz Info bir köşə gördüm orada. Çox sağ olsunlar. Hamısı dostlarımızdır. Bir köşə yazmışlar və orada qeyd olunmuşdu ki, Ruhiyyə Əliyevanın səyi sayəsində Nuran bu sferaya gəldi. Həqiqətən ki, çünki Ruhiyyə Əliyeva ona motivasiya verdi. O da inanmasaydı, əlbəttə bu yola əl qoymazdıq. O da onda bir işıq görmüşdü. İşıq görmüşdü. Hamıya danışırdı o istedadını. Amma heç kəs ciddi qəbul eləmək istəmirdi. Amma Ruhiyyə Əliyeva qulaq asdı və ona bu yolda istiqamətləndirdi. Çox sağ ol deyirik. Buradan da minnətdarıq. Gələk mövzumuza. Hazırda teleməkanda çox qəribə hadisələr baş verir. Bəziləri bunu yaxşı qarşılayır, bəziləri narazıdır. Təbii ki, hadisənin içində olanlar bunu bir haqsızlıq kimi qəbul eləyirlər, amma başqa səmtdən baxanlar bunu alqışlayırlar. Bəs bu qadağalar
Mən sizə deyim, çox adam sosial mediada yansıyan, bəzi ekspertlər də bu mövzuda danışır ki, vahid bir siyahı tərtib olunub ki, bu artistlər efirə çıxmasın. Amma içində qadağada olanları gördük efirdə. Bəli, bu qətiyyən doğru bir məlumat deyil. Heç bir dövlət qurumu və yaxud da audiovizual şura özəl televiziyanın işinə qarışa bilməz ki, onların siyasətinə qarışa bilməz. Onlar sadəcə efirdəki məsələlərə, onlar efirdəki hansı bir etik cümlələrə aşma və yaxud da bunlara qadağa qoya bilər, cərimələyə bilər. Ən pis halda kanalın yayımını müvəqqəti bir neçə saatlıq dayandıra bilər. Amma şura kanala məsləhət görə bilməz ki, filan kəsi çıxart, filan kəsi çıxartma. Öyle özəl televiziyaların daxili qaydaları var, daxili siyasəti var. Bu yayılan qeyri-rəsmi siyahılar müəyyən kanalların müvəqqəti olaraq tərtib etdiyi siyahıdır. Bu qara siyahı deyil. Sadəcə olaraq, müvəqqəti olaraq bu artistlər efirə getməsinmiş kimi işçilərə göstəriş verilib. Bu göstərişlərdə də işçilərin müəyyən hissələri o siyahıları pressaya ötürüb. Aralarında müzakirə zamanı, müqayisə zamanı göndəriblər. Bu pressada həmən siyahının bir neçəsini yayımlayıb. Elvin Media niyə bu günə düşdü? Niyə təsdiqlənməmiş məlumatı bu gün tirajlamaq bu qədər asandır? Mən o vaxtki dövrümüzü xatırlayıram. Təsdiqsiz xəbər olmazdı. Mən məhkəmələr görmüşəm. Mən dezinformasiya bizim üçün böyük bir təhqir idi. Mənim xəbərimi kimsə yalanladı. Mən onu bir dəfə yaşamışdım. Rəqsanə İsmailova ilə bağlı o zaman bir xəbər yazmışdım və həmkarım Lalə Yusuf qızı bunun əksini yazmışdı. İkisini də buradan salamlayıram. Və mən o qədər utanmışdım. O utanç hissim məni onu təkrar o səhifə yol verməyə icazə vermədi. O qədər utandım ki, mən yazmışam, kimsə deyir ki, o yalan deyib. Onun üstündə bütün saytlar ayağa qalxdı, hamı üstümə gəldi ki, necə bunu dəqiqləşdirməmiş yaza. Mən çox böyük məsuliyyət altında əzildim və dedim ki, mən çox böyük yanlışlıq eləmişəm, mən bunu araşdırmamış. İndi belə nə istəyirlər yazırlar? Buna necə bir müdaxilə? Bu şayə jurnalistikası bizdə çoxalıb. Yəni söz-söhbət, məişət mövzusuna gətirmə. Xatırlayırsınız, jurnalistik etikası deyilən bir şey var. Mən bir informasiyanı eşidirəmsə, 2 nəfər orada adı çəkilirsə, 2 nəfərdən ya təsdiq, ya təqzib açıqlaması almalıyam. Təqzib verirsə, iddia olunur kimi təqdim olunmalıdır. Təsdiq verirsə, baş vermiş hadisə kimi təqdim oluna bilər. Bizdə informasiyanı eşidirlər və yazıya köçürürlər. Bu jurnalistik etikasına uyğun deyil. İkinci bir məsələ, əgər mən sizdən informasiya yazıramsa, sizə uyğun deyil, siz mənə məhkəməyə verin. Bizdə bir ərincəklik var. Jurnalist də ərincəkdir. Ona şərböhtan atılan artist də ərincəkdir. Yox, artist deyir ki, indi belə baxırlar. Reklamdır da olsun. Bizdə həqiqətən qara PR xoşlarına gəlir və bu qara PR deyirlər ki, jurnalistikada qoy mənə qara PR olsun, mənim reklamımdır. Bu qadağada olan, o siyahıda olan bir iki müğənni dostumuza zəng vurdum. Dedilər yalandı, amma PR-dır da, qoy getsin. PR-dır da. Baxın, bu nə deməkdir? Hansı halda artist qadağa oluna bilər? Dövlətin əleyhinə bir çıxışı ola bilər və yaxud da millətin əleyhinə, kanalın qaydalarına uyğun olmayacaq çıxışlar eləyə bilər, kanalın qaydalarını pozacaq artistlər, yəni də milli mənəvi dəyərlərə zid hərəkət edən artistlər, bunlar qara siyah. Qara siyahı anlayışı bir artist üçün təhqir sayılmış hesab olunur. Əgər bunu bir PR kimi düşünürlərsə, onların mənəvi hisslərini artıq mən şübhə kimi yanaşdıram ki, onlar təmiz və saf insanlar deyil ki, qara PR-ı PR sayırlar. Bu belə. İkincisi, qadağalar olunandan sonra televiziyalarımızın hamısı oldu muğam gecəsi. Dəhşət bir şeydir. Kanalların vizyonu. Görün nə haldadır ki, qorxudanmı deyim, çəkingənlikdənmi deyim. Bu müzakirə olununda demədilər ki, estradanı efirdən yığışdırın. Demədilər ki, muğamı şah elan edin. Əlbəttə, muğam bizim şahımızdır. Amma sizə dedilər ki, bayağılığı yığışdırın. Ailə məişət söhbətləri, aşağılama, təhqir olunma, TikTok üçün çalışma, bu kimi şeylərdən uzaq durun. Muğam gecəsi olub. Və görürəm ki, yazırlar ki, sosial mediadakı indi gözəl efirdir, buradan xəbər hazırlayın da. Gözəl efirlər gedir, muğam ifalardır, amma orada informasiya yükü yoxdur. Yaxşı aparıcı istəyərəm ki, muğam ifasını çıxartsın, onu qəşəng danışdırsın. Muğamın problemləri, muğam ifaçıları niyə klip çəkdirmir? Muğam ifaçıları niyə mahnı yazdırmır? Niyə aranjman elətdirmirlər? Niyə
ən şahı sayılırlar musiqinin, amma estrada Bilirsən ən niyə? aşağıdadır. Çünki yeni muğamlarımız yazılmır, yaranmır. Yaranmır. Baxın, problem budur. Bu problemi efirdə Mən danışılsa... bunu bir dəfə danışmışam efirdə. Aha. Niyə bizim yeni muğamlarımız yaranmır? Yoxdur. Və bu suala heç kim cavab verə bilmir. Bu Bütün vaxtında yazanlar şah, çox üzr istəyirəm, bütün şah muğam ifaçıları əslində loru diləcək cover ifaçılarıdır. Nuran necə köhnə mahnıları, yenə Nuran aranjmanı elətdirir, əziyə çəkdirir, klip çəkdirir. Muğam ifaçıları heç bir şey eləmir. Ancaq gedir köhnə mahnıları öz ifa janrına gözəl naxışlar verirlər, Bəli, ifa öz tərzlərini, səs tonuna uyğunlaşdırıb təqdim eləyirlər. Və ən şahda onlar olur, ən gözəl məclisdə onlar olur, ən hörmətli onlar olur. Minimum xərc, maksimum hörmət. Amma mən eşitmişəm ki, bu muğam sahəsində də elə qalmaqalları baş verir ki, Var, heç estradada, var. hətta o bayağı ifaçılar arasında belə yoxdur. Belə bir şey yoxdur. Sadəcə çox qəribədir. Orada bir Onlar sərgə bir ilə- elita sayılır sanki. Amma estrada niyə əzilir? Hə. Niyə estradaya hörmət qoyulmur? Ən çox pul xərcləyən, ən çox iş təqdim eləyən, ən çox özlərində və işləyən, ən cəsarətli. ən cəsarətli estradadır. Amma ifaçı. estradaya bir hörmət yoxdur. Yox, var amma hamıya Var, mən deməz. sizə deyim sizə. Onlar da illərdə eyni adlardır. Mən demirəm ki, hörmətsiz sahədə estrada, qətiyyən haşa elə bir şey demirəm. Sadəcə olaraq muğamla müqayisədə estrada çox aşağıdır. Diqqət Muğamın baxımından, ağırlığı. qayğı baxımından. Yox, burada Bir də bilsən ki, necədir? çox- Bu muğamın ağırlığından irəli gəlirdi. Bu elə Ağırlığı- belə də olmalıdır. Olsun, sözüm onda deyil. Estrada, estrada bizim ifaçısını- möhtəşəm estrada. Rəşid Behbudovumuz var, bizim Şövqət Ələkbərovamız var bizim. Klassik estrada. Yəni ki, ifaçılar. bunlar bəyən mahnı janrında ifa eləyənlər də hamısı. Yəni ki, ondan şahəsər biz nə deyə bilərik ki, estradaya biz belə eləyək. Bir də ki, estrada ifaçılarının vahid yığışacağı bir yer yoxdur. Məsələn, necə bir yer təsəvvür Bir edirsən? qurum, bir teatr. Rəşid Behbudovanda mahnı teatrı teatrımız var. var. Mahnı teatrında da mən istəyərdim ki, estrada ifaçılarının hamısı oradan qeydiyyatdan keçsin. Aha, belə bir təklif maraqlıdır. Orada təkmilləşdirsinlər özlərini, teatr üzvü olsunlar. Səncə hansısa məşhur ifaçı özünə yaraşdırarmı onu? Heç kim eləməz. Yaraşdır, teatr bir sambaldır. Nə olsun, amma heç kim gedib orada bir-birindən nə isə öyrənmək naminə orada nə qeydiyyatdan keçməz, nə özünü təsdiqləmək üçün belə bir Bizim estrada ifaçıları heç vaxt bunu eləməzlər. Mən sənə bu deyirəm. eləməzlər. Bu bir ikinci bir təklifim də var. Aha. Televiziyalarda prodüserlər var, Bəli. redaktorlar var. Musiqili efirlərin mütləq şəkildə pedaqoq olmalıdır orada. Redaktor kimi Musiqi təsiri olan bir peşəkar mütləq şəkildə hər televiziyada musiqi olmalıdır. departamentində Bəli. çalışmalıdır. Çünki bu mədəniyyət və biz bunu daxili kanalın senzurası deyək. Bir senzura yoxdur bizdə, amma daxili kanalın senzura kimi. Nə mənada? Artist gəlirsə öncədən mahnılar atılmalıdır. Həmən pedaqoqun nəzarəti altında olan şöbə onu analiz eləməlidir. Nə maraqlıdır. Ki o efirə buraxıla bilər ya yox. Tarixən boyu da belə olubdu ki, efir mahnısı başqa olub, toy mahnısı başqa olub. Bu cür mahnılar həmişə olubdu, illər boyu olubdu. Sadəcə olaraq efirdə o mahnılar təqdim olunmayıb. Biz bugün X adlar deyirik ki, falan kəs bayağıdır, falan kəs belə. Bizim onun səsi ilə bağlı bizim iradımız yoxdur həmən artistlərin. Hamısının səsi möhtəşəmdir. Amma efirə çıxanda zəhmət olmasa, toy, sosial media üçün yazdıqları mahnılardan kənar, efir üçün də hazırlasınlar mahnılar. Sən gördün axırıncı dəfə Vəfa Şərifova nə oxudu? Zaurun Bey. Dilbərin ariyasını. Necə gözəl ifa etdi. Mən yenə deyirəm, o xanımla Bəli. və yaxud da o qəbildən olan lord ilə deyirlər, onları ayırırlar bu Bəli. dələhinayə əslində. Onları bir aşağılama kimi baxırlar ki, ay belə artist, mən qətiyyən elə şeyin əleyhinəyəm. Yəni o səsi görürsüz də Bəlkə onlar gözəldir. dövrümüzün qurbanı oldular. Necə bir dövrümüzün qurbanı Yəni oldular. bu reklam naminə hər şeyə gedən dövr var. O Sosial medianın qurbanı oldular, kütlənin sosial qurbanı media da oldular. bura Çünki daxildir təbii. bilirsiniz necədir? Müzakirə olunmaq gözəl şeydir, amma yaxşı mənada. Bəzən bu müzakirə olunmağı artıq görürsüz nə günlərdir sosial mediamız. Sırf müzakirə olunmaq, gündəmdə qalmaq üçün hər şeyə əl atırlar. 20-30 ilin artisti hansısa bir sosial media fenomeninin qabağında diz çökür. Mənəvi olaraq danışıram. Gedir onunla birləşir gündəm xətrinə, onlardan videolar çəkilir. Demirəm, dövrdən ayaqlaşmaq başqa, amma hörmət və sambalı itirməmək lazımdır. Elə Biz ora hara gəldik gəlmişkən. efirdən? İndi gəldin ora. O qədər doluyuq ki. O yaxşı bir
məsələ var. Məsələ yaxşıdır, nə dərəcədə bilmirəm. İndi bunu müzakirə eləyək. Keçmiş o nəsil, keçmiş yox, əslində indiki populyar estrada. Təcrübəli nəsil. Təcrübəli deyək, hə, daha düz oldu. İndiki gənc nəsillə ayaqlaşması. Sən kamera arxasında bir neçə misal çəkdin. İstəyirəm onu burada da danışım. Deməli bizdə mən həmişə müqayisəli şəkildə işləyirəm və analiz eləyirəm beynimdə. Türkiyə, Fransa, Avropa, Amerika hər zaman böyük nəsildən yeni nəsil arasında bir bağ olmalıdır. Gənc nəslin bildikləri müasir üslublardan təcrübəli nəslin təcrübəsi birləşməlidir. Və təcrübəli nəsil çox vaxt yeni nəslin ayağına gedir ki, gündəmi zəbt eləsin, yeni onların stilistikasından ayaqlaşsın və oxusunlar. Məsələn, Türkiyədə rep alidir hal-hazırda və böyük statusda artistlər repçilərlə duetlər oxuyurlar ki, gündəmlə ayaqlaşsınlar, reyting tutsunlar, qazanc əldə eləsinlər. Bizdə isə artistlərin ən böyük xəyalı iki artistlə duetdir. Aygün Kəzimov, Röya Ayxan. Onlardan duet oxumaq gənc artistin levlaşmağı deməkdir. Belə bir dünya yoxdur, belə bir anlayış yoxdur. Gənc artistlər ümumiyyətlə daim mütəmadi olaraq özlərində işləməlidirlər və yeni stilistikasına kobud səslənməsin, köhnə artistlər, daha doğrusu təcrübəli artistlərə ayağına gətirməlidirlər. Təcrübəli artist qoy görsün onun maraqlı janrını, ifa tərzini və ona desin, gəl məndən duet oxuyaq. Bütün gənclərin leveli odur. İkinci məsələ, gənc nəslin ümumiyyətlə bir artistin söndüyü an onların ən böyük levi bağ evdir. Hansı artist ev aldısa sönür. Bizim təsəvvürümüzə gətirənin, valla deyirəm, analiz eləyim bir dənə. Ən yüksək istəyi bağ evdir bunların. Elə bir bizim yerli show biznesdə bağ evim oldusa artıq rahatlandım, bağım evim var. Məndən o tərəfi yoxdur. Rahatlanır, bununla da Məncə, onun yaradıcılığı sönür. Məncə, indi bu bir neçə evlərə keçir. Biri ilə kifayət. Villadan söhbət gedir. Bir evdən danışmırıq ki biz. Artistin ən böyük şeyi, istəyi evdir. Bağdır, maşındır. Bunlar oldusa deməli mən tutmuşam. O tərəfi yoxdur. Bir də bir-birinə yarış var da. Bizdə yoxdur yarış. Gənclərin isə bərbad gündədir. Gənclər ümumiyyətlə sistemsiz haldadır. Gənclər başlarını itirmiş vəziyyətdədir. Kimə baxıb nə edəcəklərini bilmirlər. Bir artist tutur, eyni janra hamı gedir. Vahid bir artistin stilistikası üzərində, daha doğrusu bir artist öz tərzi üzərində dayanmır. Mütləq o təcrübəlilərdən kiməsə bənzətməyə çalışır. Bənzətməyə çalışır, bir. Öz tərzinə dayanmır, iki. Öz yaşıdları və başqa yaşıdlarının stilistikasından tutduğu mahnıya tez tərzini dəyişib ona yönəlirlər. O mahnını tutubsa, bəstəkarın qanunu içirlər. Mənə o mahnıdan yaz. Sos tutdusa, mənə sos tipli mahnı yaz. Və yaxud da çağır məni tutdusa, o stilistikada aranjman elətdir. Başlayır show biznes inkubator cücələri kimi hamısı eyni tərzdə oxuyurlar. Burada da inkişafdan söhbət gedə bilməz. Öz stilistikasında kim dayanır? Səmra dayanıb hal-hazırda gənclər arasında. Rəhimli, hip-hop oxuyur. Deyir, qazansam da, qazanmasam da budur. Hiss olaraq tərzini saxlayır bir qədər. Başqaları Nuran Aydın məsələdir. Dilarə Kazımova müəyyən qədər dəyişkənliyi olur. Yəni tərzini stabil saxlayan yoxdur. Bu bir. İkincisi, hal-hazırda gənclər arasında bəylər qızlardan daha çox çalışır. Amma həmişə estradada bəylər xanımları uduzub. Uduzub, sözsüz uduzub. Səbəbləri çoxdur. Qadın oynaqlıqdır. Qadın işıqdır, qadın parlaqlıqdır. Qadının bir nazı, bir rəqsindəki işvəsi arenanı doldurur. Bəydir, bu toya çıxır və yaxud da konser zalına çıxır. Tək oxudu kostyumda və yaxud da başqa geyimdə. Amma sənə deyim, bəylərin daha güclü səs tembri var. Ola bilər, amma bəy səhnəni çıxan, oxuyan zaman səhnəni doldurmur. Amma qadın çıxır rənginlə, saçı ilə, başı ilə, sağa çevirir, sola çevirir, oynaqla gətirir, sponsor da ona gedir. Bütün barter çalışanlar da ona gedir. Pulsuz rejissorlar da ona gedir. Rejissorlar da, bəstəkar da istəyir, konsert zalları da ona endirim edir. Yazıq bu bəy ifaçıları heç nə eləyə bilmir, qaldı ortada. Savaşda uduzurlar. Bu hər ölkədə belə deyil, Əsəd. Hər ölkədə belə deyil. Məsəl üçün biz Türkiyə və Amerikadan Türkiyədə həmişə kişi ifaçıları daha öncə olur. Kişi ifaçıları daha kraldır, kingdir. Bizdə isə qadınlar daha ali sayılır. Kişilər bir qədər onun kölgəsinə qalır. Çünki savaşda uduzurlar. Yəni ki, mənim onda sözüm ondadır ki,
bəylərin hamısı depressiyadadır. Qazanc yeri yoxdur. Bunların əllərində 2-3 qəpikləri varsa, onu o aranjmana var. Mən indi o temada danışacağam. Məsəl üçün, albom hazırlayırıq Xalq Artisti Aygün Kəzbanın. Bəli, Best of Aygün. Bəli. 40. Xalq Artisti Aygün Kəzbanın 40 illiyinə, yaradıcılığın 40 illiyinə həsr Sən də olunan. bu işin... Bəli, o layihə mənə həvalə olunub. Albomun bütün işləri ilə məşğuluq. Aygün Kəzimovun komandası da çox yaxından bu prosesdə maraqlanır ki, daha gözəl çıxsın. Birinci albom da qəşəng idi, amma ikinci daha belə. Bəli, birinci albom çünki çox gözəl. 40 illikdir və 40 illiyin adını daşıyan bir albomumuz. 40 artisti toplamışıq. 40 artistin orada... De görüm kimlər var orada? Açıqlananları deyim. Açıqlamayanları da deyim. Mən bilirəm, Röya Ayxan var. Röya Ayxandır, Samir Bağırov, sonra mən istədim Nigar Camal, Səmra Əfəndi. Görürsüz, deyirəm, 40 artistin orada 5 dənəsini biz təcrübəli statusda artist saya bilirik. Qalanların hamısı gənclərdir. Bu gənclərə olan sevgidən bir irəli gəlir. sevgidəndir və dəstəkdən irəli gəlir. Bəllidir ki, ölkənin show biznes vəziyyəti çox çətin prosesdədir. Və bu albom, tək bu layihələr, Aygün Kəzimovun adı olduğu bütün layihələr uzun müddətli PR və müzakirə olunan bir məsələdir. Biz də düşündük ki, bu gəncləri bura cəlb eləyək. Özünü təsdiqləməmiş, özünü göstərməyən, mən adları sadalanan ifaçılardan başqalarını deyirəm. Kəsin, bu özünü təsdiqləməyən ifaçılar ödənişli şəkildə alboma daxil olur. Xeyr. Belə bir dünya yoxdur, ödənişsiz. Belə bir dünya olmalıdır əslində. Aygün Kəzimovun buna tam da ixtiyarı çatır. Tam ixtiyarı çata bilər, amma söhbət... Yəni Aygün Kəzimovun albomuna düşmək hər gənc ifaçıya nəsib olmamalıdır. Bəli, amma belə bir şey var. Əgər bu artist istedadlıdırsa, səs potensialı möhtəşəmdirsə, siz bayaq necə dediniz, Ruhi Əliyeva Nurana baxdı, dedi ki, bunda bir işıq var. Əlbəttə, biz digər artistləri görüb analiz edirik, müzakirə edirik və onlar deyir ki, bunda bir işıq var. Bəlkə şans verək. Əslində, Aygün, buradan deyirəm sizə, yaxşı qazanc yeri ola bilərdi. Əgər tam bu siyahı hazır deyilsə, məncə biraz da düşünün. Tamamilə gənclərin özünü göstərmək üçün bir arena təqdim elədik və kifayət qədər gənclər var. Onda təşəkkür etmək lazımdır Aygün Təşəkkür edirəm buradan da gənclərə bu cür dəstəyi üçün. Hər zaman Aygün Kəzimova Azərbaycan estradasında yenilik eləyib və hər kəsi ardınca apara bilib. Və ilk albomdur. Və bunu da alqışlayırıq. Bir artistə həsr olunan, canlı yaşayan, olub radiolar, müəyyən layihələr eləyiblər. Amma bu ilk albomdur ki, başqa artistlər bir artistin mahnılarını oxuyur və 40 nəfər toplaşıb ora. Mən bunu nəyə gətirmək istəyirdim bu albomdan danışıb? Aranjman, elə artistlər var idi ki, aranjmana pulları yox idi. Nə mənada? Bu artistlərin bəziləri öz onlara da kömək elədi. Bəzi stilistikalar var idi ki, istəyirdi ki, onların öz tərzi olsun. Biz məsəl üçün özlərimizə götürməyək bu albomun aranjmanlarını. Bizdə vahid 4 aranjmançı çalışa bilərdi bir artistlə. Amma elə artistlər olur ki, onun tərzlərinə uyğun başqa aranjmançılar olur. İzah eləyə bildiyim fikrimi. Bəli. Və onların da ödəməyə pulları yoxdur. Mən həqiqətən bu albomdan sonra və ümumiyyətlə Nuranla çalışandan sonra studiyaları gəzdiyim üçün deyə bilərəm ki, Azərbaycan gənclərinin, show biznesdəki gənclərinin vəziyyəti çox pisdir. Qiymətlər baxımından. Qiymət baxımından, qazanc baxımından, prodüserluq məktəbi yoxdur. Heç kəsə... Əvvəl 5-3 dənə prodüser vardı, onlar tanıyırım. İndi o da yoxdur. 5-3 nəfəri köməklik eləmək istəyənlər də var idisə, indi o yoxdur. Artistlərə sponsor yoxdur. Restoran, bu, mən sizə bir söz deyim, bu qədər ətrafım var, mənim misal çəkirəm. Bu qədər restoran sahibi dostlarımız var. Bu qədər iş adamları var. Bu qədər biznesmenlər var. Çox az və nadir sayda deyə bilərəm ki, bizə dəstək olub. Hansısa bir proyektdə. Hansısa bir desinlər ki, mən restoran sahibiyəm. X şəxs yox, filan kəs gəlsin. 20 il bundan öncə bu tendensiya qoyuldu. Bu sponsor adını həmişə başqa cür yazdılar. O başqa məsələ. Amma dövrdə bu dəyişdi. Bu beyinlər dəyişdi ki, sponsor əslində o deməkdir, yatırımdır, PR-dır. Amma bilirsən də biz hələ də bunu yatırım kimi qəbul eləməmişik və mən buna çox məyus oluram. Adətən mənə deyirlər ki, sən dost olduğu üçün Nuranı bütün hamı ona dəstək olur və s. Valla deyirəm, hamı 1%-dir. 1%-dir dəstək, o da ən yaxın dostlarımız. İzah eləyə bilirəm. Biz heç kəs deyə bilməz ki,
özün bilirsən ki, kimlər dəstək olub bizə. Bəli. Necə? Amma bir adam gəlib deyə bilməz ki, masaya qardaş, bu layihəni mən dəstək oluram sənə. Bu albomu, indi albom çıxardırıq da. Nurana. Bəli, albom Nə çıxardırıq gözəl. bu arada. Retro albomdur. Super. Adını deməyim. Bu albomla bağlı bizim marketing menecer bütün ölkədə bütün şirkətləri gəzdi. Yoxdur. Nuranın yerinə bir X şəxs olsun, hiss olsun, Ayaz olsun, fərqi yoxdur. Yenə eyni cavab alacaq. Çünki ölkədə yatırım eləmək istəyən yoxdur artistlərə. Bir depressiv, primitivlik, bir elə bir insanlar pandemiyadan sonra insanlar xərcləmək istəmir. Başa düşürsünüz? Məncə qara günü fikirləşirlər. Qara günü, dar günündə yan atmaq. Gəl indi biraz da çıxaq bizim səhnədə, gedək dünya səhnəsinə çıxaq, Avroviziyadan danışaq. İllərdir, mən sizə deyim, illərdir bu mövzuda danışıram. Bu mövzuda yazıram ki, ay yoldaşlar, təzəlikcə aparıcı Elvin Mərdorun mən yazdı ki, bizim marağımız yoxdur deyən Avroviziya, ona görə belə bir dünya yoxdur. Necə bizim marağımız? Bizim marağımız yoxdur ki, qalibliyi istəmirik deyən, ona görə də biz zəif iştirakçı göstəririk. Siyasi deyəndə Avroviziya musiqi müsabiqəsidir. Biz bura qətiyyən siyasəti düşünməməliyik. Amma ikinci bir məsələ ki, bir artist ora göndərilirsə ölkə imicidir. Bu məhəllə yarışması deyil, bu hansısa bir festival deyil ki, ölkə daxilindəki çıxış eləyim, ürəyim istəyən öz fəaliyyəti təqdim edin. Bu ölkə imici üçün nəzərdə tutulan bir layihədir. Yəni ölkə imicini düşünür. Bu qızımızın, Cəmilə Haşimovanın gözəl səsi var. Bəli. Mən demirəm. O səs Azərbaycanın qalibi. Bəli, mən heç kəs istedadsız deyə bilmərəm. Orada çox istedadlı mən musiqişünas deyiləm, amma mən yaxşı analiz eləyə bilirəm. İstedaddan əlavə artistin bir enerjisi, işığı olmalıdır. Mən məsəl üçün opera ifaçısını mən şou tələb eləyə bilmərəm axı. Deyirəm o opera ifaçısıdır. Və repçidən və yaxud da deyə bilmərəm mənim üçün bir muğam oxu. Bacarar, amma muğam ifaçılara qədər təqdim eləyə bilməz. Həmən xanımdan da biz Avroviziya formatını tələb eləyə bilmərik. Çox bəsit, çox monoton bir mahnı ilə təqdim ediblər işi. Demirik bu Azərbaycan estradçısı üçün kifayət qədər normal mahnıdır. Amma Avroviziya formatına uyğun bir mahnı deyil. Söhbət burada mahnını ölkənin imicindən gedir, təmsilçinin imicindən gedir. Mən də bir Avroviziya izləyicisiyəm. Mən şəxsən Cəmilənin ifadəsini səs vermərəm. SMS göndərmərəm, əlim quruyar. Çox sərt açıqlama oldu. Çünki həqiqətən yaxşı ifadə deyil Türkan xan. Vallahi yaxşı ifadə deyil. İfa yox, yaxşı iş deyil. Burada mənə 3000 də versələr, mənə desələr ki, filan artistə ora hazıra. Vallahi deyirəm, elə gözəl zövqlə işləyərəm ki, elə ürəkdə, misal üçün deyirəm də, 3000, 5000, 2000, 1000. Məncə daha böyük rəqəmlər. Mənə bax, ümumiyyətlə deməsinlər, mahnı alma, get hazıra. Yenə də insanlar zövqlə. Sən nə kimi onu hazırlamasın? Sən musiqi şünas deyilsən, söhbət musiqiçi onda, deyilsən. mən ümumiyyətlə musiqi şünaslıqdan danışmıram. Məncə sən özünü zövqlü bir tamaşaçı kimi Bəli. görürsən. Tamaşaçı zövqlü. Mən işdən danışıram. İşə nə daxildir? Görünüş, klip, aranjman, mahnı, stilistika, tərz, rəng. Məncə enerji orada hər şey üstəlik. Hər şeyi üstələməlidir, amma görürsünüz bu iş çox zəifdir. Və ona görə də bunun biz neçənci pilləni heç qazanacağımızı. bir finala keçməyəcəyik. Nə pillədən danışırsınız ay Türkan? Finala keçməyəcəyik buradan da. Eurovision'u, Bu hissəni kəsib qoyarsınız. Gözləyəcəm. Finala keçsə. Amma kəsib qoyacağım, özüm paylaşacağım. Amma inşallah keçər. Çünki ölkəmizin adı da. Əlbəttə, mən yenə deyirəm. Mənə deyirlər ki, siz niyə tənqid edirsiniz ölkəmiz adının adı və sair vilaxır. Mən deyirəm ki, mən 2022-dən 2023-dən Azərbaycan Avroviziya formatını tənqid edirəm ki, düzəliş olsun. Yenə də iştirakçı xəttinə iştirakçı göndəririksə, biz nə gözəl işlərimiz var. Hardadır o Azərbaycan? Bütün dünyaya meydan oxumuşduq. Belə işləri mən istəmirəm ölkəmin. Bugünə qədər ən gözəl çıxış. Fərid Məmmədov. Çox qəşəng layihə idi. Mən elə ilk Samirlə Elnuru heç Samir unutmuram. Elnur ilk idi deyən bizə şirin gəlir. Yo, onlar ikisi də çox istedadlıdır. Orada fenomenal bir səsdən söhbət gedir. Səbinə Babayeva ilə Alim Qasımov. Bəli, o da çox gözəl. Bəli. Bakıda keçirilən Eurovision'da çox gözəl ifalarımız olub. Mən heç birini Əfəndinin mahnı stilistikası görün nə gözəldir. Əfəndi axırıncı dəfə Aygün Kəzimovanın ad günündə
çıxış etdi. Albomda var, bəli, çox gözəldir. Onun həm çıxışını, həm tərzini, həm səhnədə özünü çox bəyəndim və doğrudan da sevinirəm ki, üzərində işləyən gənclərimiz var. Əfəndi o ad gündə möhtəşəm çıxış elədi. Əfəndi hələ mən alboma həlimdə klipçə çəkdirib, gözəl işdə təqdim eləyəcək. İnşallah gözləyirik ki, albom Məncə təqdim olunsun. Samiranı ikinci dəfə yollamaq lazımdır Eurovision. Artıq 2 dəfə iştirak edib. Üçüncü olsun. Məncə bir də lazımdır. Bir də lazımdır. De görüm kimi heç bəyənməmsən. Mahnılardan. Yox, Avroviziyadan 2020 elə sizə deyim sonuncu dəfə Səmira Rəhimlini bəyənmişəm 2016-dan. Ondan sonra ifaçılardan problemim yoxdur. İfaçıların hamısı potensiallı, gözəl gənclərdir. Mən iş olaraq deyim ki, bəyənməmişəm. Bir Kleopatra ilə Mata Hari layihəsini bəyənmişəm mahnını, amma təqdimatını zəif görmüşəm. Bura klip və s. və laxır deyirəm. Təqdimatı zəif olub, amma xanımın ifası, mahnı gözəl olub. Bir dənə ondan sonra heç birini bəyənməmişəm, açıq deyim sizə. Dostlarımız olsa da inciməsinlər. Fəxridən tutmuş İlkin Dövlətov, Mama Qama. İstəyərsən Nuran da getsin. Görürsən onu Avroviziya orada. formatı deyil. Görə bilərəm. Məncə ora bir xarici tərzdə ifaçı qatıb, sintez eləyib Azərbaycan. Duet kimi bir şey proyekt eləmək olar. Bəli, çox maraqlı da olar. Yunanistan yox, üzr istəyirəm. İsrail təmsilçisinə mütləq qulaq asın. 6-8 formatında mahnı ilə Avroviziya göndərə bilər mahnını. Çox qəşəng ifadə. Mən Nuranı əlbəttə orada görərəm. Niyə görmürəm ki? Öz stilistikasında elə qəşəng, əyləncəli bir şey eləyər ki, orada hamının enerjisini qaldırar. Bu başqa məsələ. Amma Nuran üçün hələ tezdir. Bu il planlaşdırırdı. Deyirdi ki, mən hazırlaşım, qəşəng mahnı hazırlayıb. Vaxt vədə yoxdur, inansız. Nuran da başı pul qazanmağa qarışıb. Nuranın başı pul qazanmaqdan bərabər yaradıcılığa da qarışıb. Bir də bir söz deyib, onun da məqsədi ev, maşın, villadır. Yox. Bu 3 il ərzində hələ ki evi maşını yoxdur. Qazandığını proyektə yatırır. Amma yatırır. mən verilişində demişdik ki, ən böyük arzusu Prius sürmək. Prius da almadıq. Prius da olmadı. Bilsiz niyə? Baxın, onu sizə deyirdim. Nuran yaradıcılığa da pul qazanmağa da balanslıdır. Bizdə təəssüf ki, yaradıcılıqdan balansı qoruyan, yaradıcılıqdan toy səhnəsini qoruyan, balansı saxlayan artistlər çox azdır. Aygün xanım Kəzimova, Zülfiyə xanım Xanbabayevadır, Faiq Ağayevi deyə bilərəm. Ki, bunlar məsəl üçün həm yaradıcılıqdan məşğuldular, böyük proyektlər işləyirlər, həm də toydan vazgeçilməzlərdir toy sahəsini. Amma elə artistlərimiz var ki, biz neyniyək ki, bizim bəxtimizə sırf toya məğlub olublar. Bəli. Kifayət qədər Bizim gözəl müğənnilərin qazanc ifaçılarımız yeri var. ancaq toydur. Amma balansı qorumaq lazımdır. Bəli, yaradıcılığı unutmaq olmaz. Unutmaq olmaz. Pul şirin şeydir Mən də, amma adam özünü itirir. bu işdə Elçin Cəfərovu da bəyənirəm. Elçin Cəfərov da eynən Balansı... həm balansı qoruyur, həm toy sferasını, həm də Elçin Cəfərovu mən harada kəşf eləmişəm. Elçin Cəfərovu biz həmişə tanış olmuşuq, amma Nurana vokal dərslərini Elçin Cəfərov eləyir. Eyni zamanda oxuma koçudur, həm də eyni zamanda Nuranın musiqi prodüseridir. Elçin də çox istedadlı, ki, çox onun bütün işlərini görür. Bu arada Elçin Cəfərovun konserti olacaq mayın 29-u. Bu arada Elçin Cəfərov, artıq mən yorulmuşam izləyicilərimin əlindən. Hamısı bütün günü səni işarə eləyir ki, bəs Elçin nə vaxt gələcək? Elçin, sən də həmişə yazırsan ki, gələcəm, bir şəkildə gəlib çıxabilir. Elçin Cəfərov niyə gəlmir? Bilmirəm. Hocam, gələcək çox ehtimaldır. Söz verib ki, konsert qabağı gələcək. Mayın 29-u Heydər Əliyev sarayında konserti var. Uğurlar diləyirik, möhtəşəm olacağını inanıram. Möhtəşəm, inşallah biz də oradayıq. Mənə də çox maraqlıdır. İllər sonra Heydər Əliyev sarayında konserti gedəcəksən. Kimləri dinləmirsən? Dinləmək söhbəti bu ən sevmədiyim şeydir. Kimləri dinləyəcəm? Mən bu sferadayamsa hamını dinləyəcəm. Dinləmək məcburiyyətindəyəm. Xoşuma gəlsəm də gəlməsəm də məcburiyyətindəyəm ki. Mən məlumatda olmaq üçün demirəm. Kim deyirsən, bu nə oxuyur? Mən ümumiyyətlə meloman deyiləm. Mən hansısa artistin bir mahnısının sözlərini əzbər bilmirəm. Uşaqlar həmişə sevdiyin mahnılarını. Sevdiyim mahnı var ki. Yoxdur. Ya xoşuma gəlir, ritmlərini sevirəm. Görmüsünüz, ritm adamıyam mən, özüm rəqs sevdiyim üçün ritm adamıyam. Həmişə uşaqlar deyir ki, ay bala bir mahnının sözünü də əzbər bil də. Həmişə yalan ağzıma gələn oxuyuram. Mahnı bu mənim problemimdir. Mahnı söz adamı deyiləm, mən ritm adamıyam. Ona görə ritmi kimin gözəldirsə mahnılarında mən ona qulaq asırım.
Bir də Elvin mətbuatda yoxsan da belə başa düşürəm. Mətbuatda yox, amma martın axırında böyük bir layihəm gəlir. Yeni sayt proyektim var. Nə gözəl. Heç kimə deməmsən. Heç kisi deməmişim, ilk dəfə sizə deyirəm. Heç yaxın dostlarımdan bir Pərviz bilir, bir Nuran. Adını de. Pərvizə deməmişdim. Pərviz buradan görər. Hə, Sən de görüm adı nədir saytın? adını hələ demirəm, çünki qəşəng bir proyektdir, çox qəşəng bir proyektdir. Xeyirli olsun. Martın axırı Çox artıq sevindim. dizayn işlərini mənə təhvil verəcəklər. Aha. İnşallah hazırlıqlara başlayacağam. Bu işi tək edə biləcəyini düşünmürəm. Tək edəcəm, tək. Amma kifayət qədər maliyyə tələb eləyən işdir. Biz bu yollardan Biz keçmişik. dostluqlarımız bizim üçün pul və Bəsdir. Aferist. havadar məsələsi varsa, vallahi havadarım özüməm. Bu proyektdə özüm ancaq qazandıqlarımı pula Biz qoyuram. sənin tirajladığın xəbərlərdən biləcəyik kimdir havadar. Hə, adətən belədir axı uşaqlar, görürsüz kimi çox tərifləyiriksə. Bəli. Bilin gördüm. Jurnalistika nə günə qaldı. Mən ona görə yazı yazmaqdan 7-8 il. Mən niyə bu saytı açmaq istədim deyim sizə. Bəzən elə xəbərləri eşidirsən, elə yazılar yazmaq istəyirsən ki, yaza bilmirsən. Yerlə göy silkələnər. Həyatımda 2 dəfə köşə yazmışam, ikisində də tövbə eləmişəm. Həyatımda 2 dəfə köşə yazmışam Qafqaz Infoda, biri Flora Kərimova haqqında. Onunla böyük bir skandalımız yaşadıq. Flora Kərimovaya başlıqda qoymuşdum, Flora Kərimovada ilham eləşmə gedir. İkisi də yaşayır, təsəvvürünə gətirsən. Mən elə bir köşə yazmışdım ki, bugün nə haqqda yazdığımı belə açıqlaya bilmərəm. O qədər böyük qalmaqal yaşamışdım. Mən hətta jurnalistikadan getmə qərarı vermişdim. Mənim çox ciddi problemlərim Niyə oldu. getmək istəyirdiniz? Çünki yorulmuşdum söz söhbətdən. Baxın, o mərhələni mən bu 1 il ərzində yaşadım. Ki biraz çəkildim, kənardan izlədim, mənəvi olaraq özümü toparladım. Ondan qabaq bilirsiniz aktiv jurnalist idim mən. Fəaliyyət göstərdim saytda, yazı falan filan. Ondan sonra bir qədər yenilənmək üçün kənara çəkildim. Girdim bu musiqinin pərdə arxasına. Nuranın işlərini gördüm. Həyata nifrət elədim. Bununla da verilişimi yekunlaşdırmaq istəyirəm. Həyata Nifrət eləməm, çünki bahar gəlir. Gözəl aydır. Gözəl aydır, ən sevdiyim fəsildir və qarşıda günəşli günlər var və hər şey gözəl olacaq. Məncə də hər şey gözəl olacaq, gözəldir. Biz həm də niyə dostluğumuz tutur? Çünki hadisəyə pozitiv yanaşa bilirik. Əylənirik. Hətta biz ən çətin problemi belə gülüş obyektinə çevirib o vəziyyətdən çıxırıq. bilirik. Nuranda da bu var, Pərvizdə də bu var. Özümüz bir də ki, çətin prosesləri həqiqətən bu cür olmalıdır, başqa variant yoxdur. Yoxsa bu dünya çəkilməz. Çəkilməz. Çox sağ olun. Mən təşəkkür edirəm, gəldim. Çox maraqlı söhbət oldu. Əslində biz çox şeydən danışardıq, amma vaxt məsələsi. Təşəkkür edirəm. Biz bundan sonra davam eləyərik. Keçək orada davam eləyək. Sağ olun, sağlıqla qalın.